Hə, demək uşaqlar bu günləri sizlə axırıncı keçdiyimiz mövzu try, exit, raise, yəni error handling mövzusuna aid bir maraqlı nümunə işləyəcəyik, həm də bir çətin nümunə işləyəcəyik. Yəni bunun kimi yox. Niyə maraqlı deyirəm? Çünki bilirsiniz ki, biz hər dəfə yeni mövzu keçəndə onu indiyə kimi keçdiyimiz mövzularla inteqrasiya edirik. Yəni o mövzuları da bu proqramın içinə atırıq ki, yəni ən azından görək oradakı belə deyim metodlar olsun, nə bilim tiplər olsun, hamısı bizim yadımıza düşsün. Həm də təkrar eləmiş oluruq inteqrasiya eləməklə. Yəni mən fikirləşirəm ki, bugünkü yazacağımız proqramda, yəni son dərsimiz olan error handling belə deyək funksiyaları try, exit, raise olduğu kimi əvvəlki məsələn mövzulardan şərt operatorları, dövr operatorları, listlər, dictionary-lər bunları da əlavə eləmək olar. Bir dəqiqə. Hə, interneti düzəldim ki, problem olmasın. Yəni biraz inteqrasiya eləyək və birinci proqramımızın mahiyyətinə baxaq. Proqramımızın mahiyyəti nə olacaq? Demək, istifadəçidən yaşına görə, yəni bir neçə adamın məlumatlarını toplayacaq. Bizdən məlumat götürəcək, adı, soyadı, nə bilim yaşı. Məsələn, yaş 18-dən kiçikdirsə bir dənə xəta yaradacağıq raise-lə. Sonra adları və yaşları dictionary-də sıralayacağıq, saxlayacağıq. Sonra yaşa görə onu listə, siyahıda sıralayacağıq. Bütün səhvləri də try exit-lə həll edəcəyik. Yəni beləsinə bir tapşırıqdır. Bunu indi proqrama məsələn çevirmək istəyəcəyik. Həm də burada istifadə edəcəyik funksiyaları. Məsələn, def funksiyaları biz sizlə keçmişik, bitirmişik. Ondan istifadə edəcəyik. Şərt operatorlarından istifadə edəcəyik. Sonra dövrlərdən istifadə edəcəyik və s. Yəni hətta dövrlərdə nə bilim break, continue falan onlara qədər xırdalığa fikir vermişəm ki, yəni yadımıza düşsün bütün keçdiklərimiz. Bura bir tapşırıq yazım və başlayaq. Ümumiyyətlə uşaqlar, sizə bir şey deyim, yəni mən həmişə ona diqqət edirəm. Siz də çalışın eləyin. Funksiyadır, klassdır, dəyişəndir. Bunlara ad verəndə çalışın ingilis dilindən istifadə edin. Yəni xarici dildə bir adlar verin. Həm Azərbaycan dilində, türk dilində olan o simvolları, xarakterləri istifadə eləməkdən qaçacaqsınız. Onlar çox xəta yaradır. Üdü, ödü, ədi falan bunlar məsələn xəta yaradır. Həm də ki, sizin dil biliyiniz üçün elə xarici dildə olmağı daha belə deyə maraqlı görsədir də. Yəni burada biri var pul çıxar olsun, biri var nə bilim depozit falan olsun. Yəni o daha maraqlı görünər məncə. Yəni ingilis dilində proqramlardan proqram yazmaq, orada ingilis dilində sözlərdən istifadə eləmək. Yəni onsuz da proqramlaşdırmada əsas məsələ budur. Bir proyekt yazsaq orada Azərbaycan dilindən ancaq şərh vermək bizə sərf eləyər, başqa heç nə. Siz də bunlara diqqət edin. Mən çalışdıqca ingiliscə yazacağam, siz də elə yazın. Elə fikirləşdiyim proqramı da ingiliscə yazmışdım əvvəlcədən. Yəni belə deyim də xırdalıqlarım falan hesablamışdım ki, bunu məsələn eləyək sizlə. Bütün demək olar ki, təkrar keçdiyimiz mövzuların hamısını əlavə eləmişəm ora. İlk öncə bir dənə funksiya yaradaq ki, bu funksiya əlavə eləmək olsun. Nə əlavə eləmək olsun? İnsanı əlavə eləmək olsun. Bu insanın adı olacaq, yaşı olacaq. Hara əlavə eləyəcəyik? Bir dictionary-yə, bir lüğətə əlavə eləyəcəyik biz bunu. Onun üçün bir dənə def add person. Yəni bu add onsuz da biz belə deyək, metod kimi bilirik ki, əlavə eləmək deməkdir. Person da şəxs deməkdir. Yəni bu şəkildə yazaq ki, qalsın qıraqda. People da yəni insanlardır. Yəni ta bura ad yox, name yaza bilərik. Name bərabərdir input. Burada məsələn Azərbaycan dilində verə bilərsən. Çünki bu sənin proqramın interfeysidir. Yəni səni qarşılayan hissədir ki, yəni burada yəni məcbur deyilsən ingiliscə yazasan ki, nə bilim adını daxil elə. Sən adı daxil et. Ki, yəni sənin proqramında istifadə edən şəxs başa düşsün ki, mən bura inputa nə yazacağam. Çünki onu boş qoysun, bilirik ki, biz orada boş bir şeylə qarşılaşırıq. Mən bir də bunu kildə aldım. Bizə mane olmasın. Sonra bir dənə try atırıq bura. Try atırıq ki, biz xətamızı yarada bilək. Məsələn,
age yaş deməkdir, bilirik. Int input. Yəni yaşımızın tipi təbii ki, integer olmalıdır. Kimsə float tipində bir yaş daxil eləyəsi deyil. Yazırıq yaşı daxil et. Səsdə falan problem olsa uşaqlar deyin. Yəni mən mesaj yazım, birdən sizin səsinizi eşitmərəm. If age dedik 18 yaşdan kiçiklər üçün bir xəta yaradacağıq. Yəni bir səhv yaradacağıq ki, yaşı ancaq 18-dən yuxarıları biz bu proqrama daxil eləyə bilək və onları siyahıya əlavə eləyə bilək. Age kiçikdir 18-də. Bir dənə raise yazırıq bura. Raise yazırıq ki, value error versin. Çünki biz daxil eləyirik də, dəyər daxil eləyirik. Axı bura integer də olsa, float da olsa ədəd daxil. Mən bura gətirib type error versəm məntiqsiz olar. Qoy mən daxil elədiyim dəyərdə xəta baş versin ki, həm məntiqə uyğun olsun, həm də struktura uyğun olsun. Value error verək. Buradakı təbii ki, öz mesajımızı yazacağıq. Biz bunu bilirik. Yazmasaq bilirik ki, standart default cavab verəcək. Məsələn, bizim mesajımız olacaq ki, məsələn, filan kəs, sən bu name qoyaq bura. Yəni sən, yaxud da məsələn o 18 yaşdan kiçikdir və əlavə oluna bilməz. Belə bir şey yazaq bura. O biraz mənalı olsun. 2 dəqiqə uşaqlar qoyun, mən bu deyəm, mən bu WhatsApp-ı bağlayayım. Bizi işimizə mane olmasın səslərlə. Görüntüdə bir problem yoxdur ki. Xeyirman. Tamam. Biraz mane olurdu səs, ona görə dedim bağlayaq onu. If-i bu şəkildə verdik. Raise value error. Belə. İndi əgər ki, yaş 18-dən yəni kiçik deyilsə də else halını götürürük də indi. Yəni yaşımız məsələn 18-dən kiçik deyilsə, bu if şərti belə deyək, ödəmirsə, gəlsin məsələn nə etsin? People. Bunu bu şəkildə yazıram. Çünki people-u dictionary tipində verəcəm mən. People insanlardır da, yəni burada bir çoxluq var. Yəni bir yığın var, topluluq var. Ona görə bu dictionary tipində gələcək. Mən hələ ki bunu bu şəkildə yazıram. People name bərabərdir age. Bu bilsiz nə deməkdir? Məsələn, biz lüğətlərdə yadınızdadsa bizim bir keyimiz olur, bir value'miz olur. Məsələn, keyimiz əgər burada name'dirsə, value kimi yaşın məsələn onun qarşısına atsın. Yaxud da onu əlavə eləsin. Bir başqa bir dəyər kimi də. Bunu o şəkildə buna görə yazdıq. İndi növbəti funksiyada bu people dictionary-sində yaradacağıq. Onda daha aydın başa düşəcəksiniz. Bura bir də təzədən qayıdacağam. Bunu burada qeyd edirik. Yəni əgər ki yaşımız 18-dən kiçik deyilsə, həmin o people dictionary-sindən bu adamı əlavə eləyək. Bu qalsın burada. Məsələn, accept-imizi yazaq. Accept-imiz nə ola bilər? Yenə value error-da maksimum. Burada dəyər daxil eləməkdirsə, burada ancaq value error baş verə bilər. 18-dən kiçik vəziyyətlərdə bu xəta gələcək. Amma yox, mən gəlib bura string daxil eləsəm, list daxil eləsəm, onda da qoy elə value errorumuz gəlsin. Bunu xəta adlandırıram. Yəni normal value error gələcək ki, integer daxil eləsəm bunu. Əslində indi mən burada öz mesajımı yazıram. Promo xətanı yazsaydım, value errorun öz mesajı gələcəkdi. Nəsə qoy belə olsun. Səhv mesaj yazılacaq, sonra xətanın mənbəyi yazılacaq. Bu şəkildə. Sonra def bir də funksiya yaradacaq ki, bu funksiyada bizdə siyahı yaradacaq. Həmin siyahıda yaş sıralamasına görə sıralayacaq.
Bu funksiyada da mən list conferential-dan istifadə edəcəm, hansı ki, indiyə kimi keçdiyimiz çətin dərslərdən biridir. Biraz fərqli strukturu var onun. Ondan istifadə edəcəm. Həm də təkrar olacaq bizim üçün. Bunun da adını necə eləyəcəm? Sorted people. Sorted people, yəni sort sıralanmışdır. Sıralanmış deməkdir. People da yəni sıralanmış insanlar. Belə yazaq. Bunun da parametrin people götürəcəyik. Bunun da parametrin people götürəcəyik. Print eləyəcək nəyi? Bura bir dənə drop-in atırıq. Yazsın ki, məsələn, yaş sırasına görə siyahı. Sırasına görə siyahı. Yaş sırasına görə siyahı. Bura bir dənə qoşa nöqtə qoyuram. Yəni birinci bu ekrana bu gələcək. Sonra da bizim yazdığımız list conferences var ki, məsələn o gələcək. Burada indi mən dövrdən istifadə edəcəm. Ya da ki, elə bunu bu şəkildə yazım. List conferences-ə ehtiyac olmasın. For name and age in sorted funksiyasını götürürəm. Hansı ki, bu ilkin funksiyalarda mən bu haqda məlumat vermişdim. Sorted bir iterasiyanı sıralamaq üçün istifadə olunur. Nə bilim, setdir, nə bilim, listi. Bunları məsələn azdan çoxa sıralamaq üçün istifadə olunur. Sorted yəni lambda falan kimi bir funksiyalar idi ki, biz onlar haqqında danışdıq sizlə. Nümunə işləməyə də bilərik, amma məlumatımız var ən azından. People, items. Hələ də burada bizim üçün bir sual altında bir vəziyyət var. Çünki biz bu people parametrinə hələ də bir dəyişən daxil eləməmişik. Ona görə burada onun necə deyim, hansı tip olduğu gəlmir. Mən gətirib bura people list eləsəm, bunlar hamısı səhv olacaq. Amma mən bu people-ı dict eləsəm axırda, onda bunlarda bir problem olmayacaq. Hələ ki, bu error handlingin qırmızı xətti people-a mən tip vermədiyimə görədir. Onu verəndən sonra görərsiniz ki, düzələcək. Aha. People, items key olaraq da bir dənə lambda funksiya yaradıram. Mən bunu indi sizə izah eləyəcəm. Bunu izah eləyəcəm sizə. Siyahının birinci belə deyək, indeksində olan elementi funksiya kimi bizim keyimizə əlavə eləsin. Hələ ki, o hissəni bir dənə pas verin. Narahat olmayın, o hissəni məsələn ən sonundan bir dənə axıra qaydanda deyəcəm. Tam rahat ki, şeydir, ümumi bir proqramı başa düşək, ondan sonra o kodu da anlayaq sizinlə. Ki, mən onu niyə o şəkildə yazdım. Deyə burada qoşa nöqtəmizi də qoyaq ki, sintaksis xəta yaranmasın. Burada da heç nə age, yaş verin. Aha. İndi əsas məsələyə gəlirik. Əsas məsələ, bir dənə bu hissəni mən qırmızı ilə işarə edirəm, qoy qalsın burada. Ki, bura bir dənə mən qaydacam. Əsas məsələ indi bütün bunları eləyirik. Yaxşı, bəs kimlər daxil eləmək söhbəti var da, bir insan nə qədər daxil eləyəcəyik? Məsələn, istifadəçidən soruşacaqlar, sən yeni bir insan əlavə eləmək istəyirsənmi bu sistemə, yoxsa yox? Hara əlavə eləyəcəksən? Bax, o people dictionary-sinə. Və onların hamısını, bir də şərt operatorların falan bu funksiyada yazacaq. Bu ən əsas funksiyadır. Buna prosta main adını da vermək olar. Yəni, standart olaraq default belə bir ad verək. İndi bu people parametrini biz bu şəkildə işarə edirik. Axırda da gətirəcək funksiya çağıranda bu şəkildə daxil edəcəyik. People-muzu dict olaraq qeyd elədik. Mən biraz yavaş-yavaş yazıram ki, tam həm kodlara diqqət eləyək, həm də mən xəta eləməyim tələskənlikdən. While true verəcəyik.
Yəni bir sonsuz seçim olacaq ki, bu sonsuz seçimdə hər dəfə bizdən soruşacaq, yeni insan əlavə eləmək istəyirsənmi, yoxsa yox. Təbii ki, bunun da qarşısını şərtlərlə alacaq ki, sonsuz bir dövr olmasın. Bir dənə try veririk. Bircə dəqiqə, bircə düymələr qarışdı. Bir dənə try veririk. Buradan bir dənə x verək. Seçim. Seçim nə idi ingiliscə? Choice. Choice adında bir dənə dəyişən yaratdı. Input verirəm ki, yeni şəxs məsələn əlavə eləmək istəyirsinizmi? Bax, drop in də bir dənə ataq ki, aşağıdan versin, bunu biraz səliqəli görünsün. Yeni şəxs əlavə etmək istəyirsinizmi? Bir dənə belə eləyək. Sən bura bəli. Hə, bir də məsələn xeyir qoyaq. Bu belə deyək, bu inputa gərək cavab olaraq adam nə etsin? Ancaq ya bəli yazsın, ya da xeyir yazsın. Buna da strip lower eləyəcəm. Strip, yəni kəsəcək mənim cavabımı. Və kiçik hərflərlə versin ki, kimsə gəlib b-ni böyüklə də yazsa, belə deyək, bu mənim verəcəyim şərtə uyğun olsun. Mən çünki şərtdə belə yazacağam. Yəni if əgər bu adam bəlini seçibsə, mən bir də təzədən b böyük, b kiçik eləməyim də. Biz bilirsiniz ki, bunu özümüz sonradan edirdik. Yəni choice-ə nə verirdilərsə, burada gəlib yazırdı choice lower. Mən sonrasında bu dəfə burada yazmaq istədim. Məsələn, bu adam gəlib bəlini seçibsə, bir dəqiqə. Onda add person funksiyası çağırılacaq. People ora əlavə eləyəcək. Add person funksiyası çağırılacaq. People onun parametri olacaq. Bu funksiya sonra gələcək, burada işləməyə başlayacaq. Bura qədər. Səndən ad soruşacaq, yaş soruşacaq, şərti yoxlayacaq. Sonra da burada people-a həmin o hissəni əlavə eləyəcək. Bu add person funksiyasının çalışmasıdır. İndi elif əgər choice xeyir olsa görək nə olacaq. Məsələn, xeyir olsa heç nə, yəni sadəcə break versin, dövr dayansın. Yəni əlavə eləmək istəmirdi adam. Bura bir dənə də bərabər ataq. Hə. Əlavə eləmək istəmir adam, bu şəkildə. Bir dənə də else ataq bura. Ki if də olmadı, elif də olmadı. Bəs nə olacaq? Raise. Hə. Prosta bir exception atırıq. Exception yəni hər hansısa bir xəta deməkdir. Hansı xəta olacaqsa da. Məsələn, kimsə gəlib bura bəli, xeyir əvəzinə yox zad yazıb, hə, yox. Yəni o qəbul olunmazdı da. Ona da bir dənə mesaj verəcək ki, məsələn, yanlış seçim etdiniz. Ya bəli seçin, ya da xeyir. Ya da xeyir. İndi bunu daha mədəni şəkildə yaza bilərik. Amma indi bu şəkildə yazaq ki, işimiz tez olsun. Sonra da try-dan alt sətrinə keçirik. Bir dənə except exception as xəta eləyək ki, görək bu hansı xətadır, bizə göstərsin o da. Print eləyək, məsələn, xəta, bu da xəta. Burada da bunu göstərəcək bizə. Sonra da if people, bu dövrün altında yazılan, baxın bu hissəni. Bir dənə bu hissəyə diqqət edin. If people sorted, hanı sorted people funksiyası? Sorted people və people. İndi bu nə deməkdir uşaqlar? If people odur ki, yəni əgər sənin bu dictionary-nin içərisində yəni müəyyən bir dəyərlər, dəyişənlər varsa, artıq o true bir vəziyyətdir. Yəni içi boş deyil. Onu biz həmin halda, yəni o true olduğu halda bu funksiyanı çağıracaq. Bu funksiya da bizim üçün nə edəcək? Onu sıralayacaq. Bizim üçün onu sıralayacaq. Bizim yəni işimizi görəcək. Əks halda da. Yəni bir dənə else verəcək ki, heç bir şəxs əlavə olunmayıb. Else verəcək ki, printerə heç bir şəxs əlavə edilməyib. Aha.
Bu belə. Kodumuz hələ ki bu qədərdir. Bura qədər kimin hansı şeydə sualı var? Bir dənə kodları deyirəm. Yəni hansı kodlarda kimin nəsə fikri var? Kiməsə bunu görməmişik. Yəni hələ ki elə bir sintaksisdə problem yaşamışıq. Yoxsa hamısı tanış bir şeylərdir, onu deyirəm. Yo, tanışdım onu. Tanışdım. Bir dənə if people olanı tam yaxşı anlamadım. Axırda yazılıb. Hə, bu hissə. Problemdir o, bir də təzədən izah eləyəcəm. Bir dənə lambda hissəsinə gələk. Burada bu kx lambda x bərabərdir x-in nə bilim nə idimişik, demək birinci indeksi demişik. Bizim dedik ki people'muz, yəni dictionary bir data tipi olacaq. Və həmin orada açar olaraq lambda funksiyasını götürmüşük və lambdanın dəyişəni də həmin o açara bərabər, belə də dictionary-yə bərabər olacaq. Yəni people-a. Və x-a verdiyimiz bu qiymətlər ki var, listin indeksinin içərisində. Bir dənə bu hissəni deyim, nəzərinizdə olsun. Əgər mən bura 0 versəm, neyimə baxacaq, ada baxacaq. 1 vermişəm ki, yaşa baxsın. Yəni bu age buna bərabər olsun. Belə deyək, people itemsın içərisindən. Sorted-də onu sıralayacaq, o heç. Sorted onu sıralayacaq ada və yaşa görə. Name gedəcək, öz adını tapacaq. Age isə, yəni sırf bu belə deyək, yaşa baxsın deyə biz onu istifadə eləmişik. Sorted sıralamaqdır. Sorted sıralamaqdır. Bu bizim iterasiyamızdır. İterasiya bilirik də, yəni sıralana bilən elementlər yığını, elementlər çoxluğu. Hansı ki burada keylər və value'lar var. Nəyə görə sıralayacaqsan? Yaşa görə. K, x, x, 1. Yəni mən burada 1 vermişəm ki, yaşa görə bunu sıralasın. Sonra da sıraladıqca burada yaş kiçik hansıdırsa onu yazsın, sonra onun adını yazsın. Sonra növbəti böyük yaşda onun adını yazsın, növbəti böyük yaşda onun adını yazsın. Name, age də öz yerində onlara bərabər olacaq. Yəni sıralanmış vəziyyətinə. Yəni hansı ki burada bir dənə iterasiya yaranacaq ki, məsələn Vaqifin 18 yaşı var, adı Vaqifdir. Məsələn Həsən 19 yaş, adı Həsən, Turan məsələn 20 yaş, adı Turan. Məsələn başlayacaq ən birinci key value'si məsələn Vaqif 18, Həsən 19, Turan 20. Bunlar da bir-bir onlara bərabər olacaq. Sən burada yaşa görə sıralamağı bu şəkildə verirsən. Bu sənin sorted funksiyasının işləmə prinsipidir bu. Məsələn, mən sizlə bunu bilmirəm, nümunəsini işləməmişik yəqin ki. Amma yenə də deyirəm, bax sorted-də yazdıq, bizdən bir dənə iterasiya istədi. Həmin o iterasiya dictionary-nin key və value-lardır. Keyimiz də yəni açarımız. Nəyə görə sıralasın? Bir dənə lambda funksiyası yaradırıq ki, şeydir, yəni funksiya şəklində verməliyik təbii ki, keyi. Lambda funksiyası yaradırıq ki, yaşa görə sıralasın. Yəni birinci nətər deyim, gələndə, yəni 0-cı name'dir, birinci də yaşdır. Onun keyi. Ona görə bu da yaşa görə sıralayır. Sonra sıralanmış vəziyyətdə bir dənə bizim üçün bir key value cütlükləri yaranır ki, hansı ki name də, age də öz sırasında onlara bərabər olur. Bu belə. Sonra məsələn burada strip yazmışam. Bu strip bilirik ki, yəni boşluqları falan silir də. Məsələn, kimsə gəlib boşluq qoyub, bəli, boşluq falan yazsa, ən azından boşluqları siləcək. Sonra da həmin vəziyyəti lower eləyəcək. Məsələn, bu strip dedim, birdən sizə tanış olmaz. Yada salmaq üçün bir də o da dedim. Başa düşdük onu? Bəli. Sonra məsələn, sən şey dedin, Həsən deyəsən, bu if people hissəsini, düzdür? Bax, burada if people-da gəl mən sizə bir şey deyim. Əgər ki, bu people nədir? Dictionary-dir. Əgər bu dictionary-nin içərisi boş olarsa, bu false sayılır. Təkcə bu dictionary yox, list ola bilər, string də ola bilər. Yəni, sıfır halıda bu bilsə nətərdir? Məsələn, bu dəyən bu şəkilə bax. Məsələn, xarici dili dəyişim. Bax, bu içi boşdur, sıfır sayılır. İçi boşdur, sıfır sayılır. Nə bilim, içi boşdur, bu da sıfır sayılır.
və yaxud da bunun özü belə, bunlar 4-ü də false hal sayılır. Əgər bunların içərisində hər hansısa bir element varsa, dolu bir şey, o true sayılır. Burada da deyirsən ki, əgər bu if people vermisən ki, yəni bunun true olduğu hal nə deməkdir? Demək ki, people-in içərisində müəyyən dəyərlər var da. Yəni ora əlavə olunmuş insanlar var, yaşına falan, nə bilim, adına görə müəyyən edilmiş, əlavə olunmuş. Həmin o baş verdiyi halda əgər people dictionary-nin doludursa, onu sırala. Sıralamaq üçün də bir dənə funksiya çağırırıq, sorted funksiyasını ki, o gələcək burada işə düşəcək, sıralayacaq və sənin nəticəni verəcək. Sən də funksiyada nəticəni printlə vermisən deyə, sənə də yəni print verməyə ta burada ehtiyac yoxdur. Yox, əgər people dictionary-si boş qalıbsa, bu false-dursa, else işə düşəcək ki, heç bir şəxs əlavə edilməyib. Bu hissələri başa düşdük bəs. If choice bəlli, at person people. Tamam, aydındır. Всё. Onda proqramımızı bir dənə işlədək, daha ətraflı baxaq. Error handling bir dəqiqə. Bircə dəqiqə. Funksiya çağırmışsın müəllim aşağıda. Heç main funksiyasını çağırmamışıq bax. Əslində elə o şəkildə yazmaq olardı. If main dəqiqə yazaq yəni elə onu. If main. Bu bilmirəm, yəqin çox vaxt kodlara başlayanda yəqin ki bu hissəni görmüsüz. Boş bir hissə olur, deyirəm bunu silin, lazım deyil. Bu yəni elə belə bir şeydir. Sadəcə main funksiyasını çağırmaq üçün yəni bunu yazmasaz da olar. Prosta yəni belə bu şəkildə yazmışıq. Hə, всё. Main funksiyasını çağırır. Yeni şəxs əlavə etmək istəyirsinizmi? Bəli, mən strip'i buna görə qoymuşam ki, kimsə belə bir şey yazsa yenə də proqramımız işləsin. Məsələn, Turan. Yaşı daxil edirəm 20. Yeni şəxs əlavə eləmək istəyirsinizmi? Bəli. Məsələn, Vaqif. Yaş olsun 18. Yeni şəxs əlavə istəyirsiz. Bəli. Məsələn, Həsən. Yaşı məsələn verək 19. Yenə bəli verək. Adı daxil edirəm Səid. Yaşı edirəm 17. Aha, deyir səhv. Səid 18 yaşdan kiçikdir və əlavə oluna bilməz. Səid bizi üzürlü say Səid. Bir də xeyir verək. Yaxud da ki, gəlim bir dənə bu o birisi xətanı da məsələn verək. Məsələn, deyim ki, Tural yazmışam. Məsələn, nə xətası? Burada vermişdi ki, value error əlavə ola bilər. Kimsə gəlib belə bir şey daxil eləsə. Məsələn, bu, yəni deyim, o hissə hansıdır? Bu hissə. Əgər ki, şeydir də, məsələn, bu dəyəri düzgün daxil eləməsəm, o halında qarşısını almış olaq. İşte burada özü bizə göstərir ki, integer daxil eləməlisən. İndi də xeyir vuraq. Всё. Xeyir vurduq nədir? Yaş sırasına görə siyahı. Vaqif 18 yaş, Həsən 19 yaş, Turan 20 yaş. Aydın oldu proqramımız. Evet. Məncə maraqlıdır. Yəni bizim demək olar ki, dediyimiz hər şey sıra-sıra elədi bizə görə. Sorted. Burada bir dənə sorted idi bizə. Məsələn, bəlkə də tanış olmayan. Mən bilmirəm. Mən bu il içində bunun adını çəkmişəm. Əslində bir dəfə də sorted istifadə eləmişik sizə listlərdə. Amma ola bilər də, yəni biraz qarışıqlıq məsələn burada yaşayasınız. Bilin ki, sorted-də bir dənə iterasiya yazacaqsınız, sonra bir dənə də key. Yəni nəyə görə sıralayasan? Başa düşdünüz? Tamam. Sorted yəni siyahını, dictionary-ni və yaxud da başqa bir məlumatları belə deyək, sıralamaq üçün istifadə olunur. Həm də ki, şeydir, belə deyim, orijinal siyahıya dəymir. Yəni bunun orijinalı nətərdirsə, people items məsələn özü necədirsə, ona dəymir. Kopyasını yaradır və onu məsələn sıralayır. Amma sort-la yazanda məsələn listin sort metodu var da. Biz onunla yazanda görmüşdük ki, orijinal dəyişir. Gəlin sizə bir dənə kiçik nümunə göstərim. Məsələn, ədədlər adında bir dənə dəyişən yaradıb mən burada 1 2 5 7 sıralanmış olmadı. Məsələn, belə bir şey verək. Məsələn, biri var ki, mən gəlim ədədlər sort yazım, məsələn, bu şəkildə
ədədlər sort. Özü bezdirəcək. Non niyə verir bu? Baş xarab elədi. Çünki buna görə non verir. Biz bunu mənimsətməli deyilik. Bu çünki bir metoddur. Bu metod özü işləyəcək, sonra ədədləri dəyişəcək. Baxın. Hə. Burada görürük ki, orijinalı dəyişir. Ədədləri sort eləyir. Onun üzərində bir dənə update aparır. Update-dən sonra mən gəlib ədədləri çap eləyəndə neynədir? Mənim üçün onu sıraladı. Orijinalını dəyişdi. Bunu başa düşdük. Məndə də olur, arada biraz qarışdı. Şey eləmişəm, fikrimdən çıxdı. Çünki sorted-də məsələn mənimsədəcəyik. Məsələn, sorted üçün də bir dənə sort belə yazın, qoy şey olmasın. Qarışmasın. Məsələn, sorted. Burada görürsünüz deyir iterable qeydlər, key qeydlər, reverse qeydlər. Key qeyd eləmədən məsələn ədədlər yazım mən bura. Print edeyim. Sortu, bir də ədədləri. Buranı da bir dənə kilidi alaq. Yəni orijinal sıraya dəymir. Kopyasını yaradır, kopyasının üzərində işləyir. Amma sort necə idi? Orijinalı yaradır, sonra bizə orijinalını çap eləmək istəyəndə update olunmuş vəziyyəti bizim üçün çap eləyir. Və bu da sortun işləmə prinsipidir. Məncə bu da aydın oldu sizə. Kiminsə nəsə sual var bu proqramla bağlı? Xeyr, var. Xeyirlərim yoxdur. Onda mən burada rekordu bağlayıram. Növbəti rekorddan artıq klassları keçək sizin.